Biz bugün danışacağıq xarici dilin əhəmiyyətindən və ingilis dilinin öyrənilməsində vacib olan psixoloji amillərdən, həmçinin texnikalardan, ən doğru texnikalardan və dil öyrənilməsində edilən yanlışlardan danışacağıq. Bəzi yoldaşlar üçün bəzi məqamlar bir qədər təkrar ola bilər, daha əvvəl seminarımızda iştirak edən. Amma ki, olsun, təkrar da biliyin anasıdır. Düşünürəm ki, burada bir problem yoxdur. İlk öncə bir giriş eləmək istəyirəm belə bir cümlə ilə, belə bir sualla hamınıza. Sizcə, sahib olduğunuz ən güclü alət nədir? Bəli, bazar günü səhəri belə bir sual. Sahib olduğunuz ən güclü alət nədir? Hər kəs öz fikrini deyə bilər. Yerindən deyə bilər, problem yoxdur. Ayxan, sahib olduğunuz ən güclü alət? Necə? Aha, başqa alət bir qədər daha ümumi yanaşmadır. Sibel xanım, sahib olduğumuz ən güclü alət. Hərə öz fikrini deyə bilər. Mütləq deyir ki, bu tam doğru olsun və ya öncəlikli olsun, fərq etməz. Arzu xanım, cavab versiyaları yoxdur. Mən düşünürəm ki, sahib olduğumuz ən güclü alət və ya ən güclü alətlərdən biri dildir. Niyə? Çünki dil bizə imkan yaradır ki, bir çox qapıları açaq, bizə bir çox məsələləri həll etməkdə, bir çox elə vurğuladığınız bilik, bacarıqlar, uğur, bir çox şeyə nail olmaqda dil bizim üçün öncəliklidir. Doğrudurmu? Bu mütləq ki, belədir. Və belə bir əvvəldən belə bir deyim var, bilirsiniz də, dil var deyir, kəsər savaşı, dil var kəsdirər başı. Yəni ki, doğru kommunikasiya, doğru iletişim istənilən problemi, istənilən məsələni həll etməyə qadirdir. Doğru kommunikasiya olmadıqda, istər biznesdə, istər təhsildə, istər bir digər başqa sahələrdə uğurlu olmaq mümkün deyil. Və ingilis dili də bildiyiniz kimi ən məşhur və ən çox istifadə olunan, ən çox danışılan qlobal kommunikasiya dilidir, texnologiyanın dilidir. Biz bugün dil öyrənilməsində, yəni ingilis dilinin öyrənilməsində, daha doğru desək, ingilis dilinin mənimsənilməsində bir çox psixoloji amillər, texnikalar, doğrular və yanlışlardan danışacağıq. İlk öncə, sizlərdən cavab almaq istəyirəm. Hansı tələbəmiz sualımıza doğru cavab versə, onun yəni xüsusi hədiyyəsi olacaq. Ona görə cavablarda bir qədər daha ürəkli olun, utanmayın, çəkinməyin. İskəndər də yalnız məni çəkir, sizi yox. Dil öyrənilməsində sizcə ən önəmli olan psixoloji amil nə ola bilər? Motivasiya. Aha, başqa? Məsuliyyət. Məruz qalmaq, yaxşı. Amma mən sırf olaraq psixoloji amildən danışıram və mən yazıram bura. İndi baxın görək, kimlər bundan razıdır, yoxsa yox. Dil öyrənilməsində ən böyük psixoloji amil sevgi. Yəni, sevgi olmadıqda dili öyrənmək mümkün deyil. Nəinki dili öyrənmək, başqa bir, hər hansı bir hərəkəti icra etmək, onu həyata keçirmək, yəni çox çətin və ya yorucu bir hal ola bilər. Razısınızmı, yoldaşlar? Və gəlin belə bir gündəlik həyatdan bir misal götürək. Bəzən hansısa bir işi biz sevməyərək etdikdə diqqətimiz də orada olmur, konsentrasiyamızı toparlaya bilmirik və yaxud o işi həvəssiz görürük, bilmirik necə oldu, necə keçdi, yəni ötüşdürürük də, düzdürmü? Amma hansısa işə bir sevgi ilə yanaşdıqda, o baxmayaraq ki, çətin bir iş ola bilər, çətin şərtlər altında ola bilər, amma biz onu yüksək motivasiya ilə həyata keçiririk. Doğrudurmu? Məsələn, gəlin belə bir nümunə deyim də, bəzən görürsən ki, evdə, misal üçün, 15, 17, 18 yaşlı bir gənci göndərirsən hər hansı bir kiçik işin dalıca, yəni buradan marketə, yaxın bir yerə, görürsən ki, bir addımlıq yolda getmək istəmir, ərinir və yaxud 100 cür çətin gəlir də bu işi çətinləşdirir. Amma bir də görürsən ki, bir gənc oğlan hansısa bir xanımı sevdikdə, belə bir nümunə deyək, İstər yağışlı hava olsun, istər çətin, qarlı, tufanlı hava olsun, yəni o yolu getməkdən zövq alır. Çünki
sevgi, maraq, həyəcan bizdəki dopamin ifrazını artırır. Həyata qatılma istəyini artırır. Yaddaşı gücləndirir, konsentrasiyamız tam olaraq orada olur və maksimum biz həmin işə diqqətlə yanaşırıq. Ona görə mütləq ki, dil öyrənilməsində sevgi ən önəmli psixoloji amildir. Və yaxşı, biz bu dili özümüzə necə sevdirək? Dili özümüzə sevdirməyin bir çox yolları var. Birinci və ən önəmlisi, hər kəs başa düşməlidir ki, biz hər hansı bir xarici dili, xüsusilə də ingilis dilini öyrəndikdə özümüzə əlavə, üstün bir dəyər qatmış oluruq. Doğrudurmu? Bəzən olur ki, hansısa bir kadr deyir ki, mən yüksək maaş ala bilmirəm və yaxud mənə yüksək maaş verilmir. Əslində, yüksək maaş alan kadrlar da var, yüksək maaşla işləyən işçilər də var. Sadəcə yüksək maaş nəyə verilir? Bilik və bacarıqların dəyərinə. Yəni, o dəyəri də biz öncədən təmin etmiş oluruq. İlk psixoloji amil sevgi. Və bunu qeyd etdim. İkinci bir amildən danışmaq istəyirəm. Səhv etməkdən qorxmamaq və utanmamaq təbii ki. Səhv etməkdən qorxmamaq və utanmamaq. Bu, yəni, çox önəmli amildir. Bəzən görürük ki, biz xarici dildə danışmağa başladıqda edə biləcək səhvlərimizdən qorxuruq və ya utanırıq və ya çəkinirik ki, birdən bunu desəm mənə gülərlər. Bunlar ola bilər, bu, yəni, adi haldır. Kimsə bizə gülə də bilər, amma mümkün qədər səhv etməkdən qorxmaq lazım deyil. Çünki səhvlər uğurun bir parçasıdır. Və səhv etməyimiz bizə öyrənməyimizi göstərir, düzdürmü? Öyrənmək də bir növ inkişafı gətirir. İnkişaf da hədəfə doğru atılan bir addımdır. Səhv etməkdən maksimum qorxmamalıyıq. Mən belə bir haşiyəyə çıxım, bir qısa hekayəni danışım. Mən misal üçün illər əvvəl tələbə vaxtımda mən ölkə xaricində olduqda, Rusiyada olduqda, yəni ölkə xarici dedikdə bizimkilər adətən ora gedirdi. Yəni Fransa, İspaniya, İngiltərəni nəzərdə tutmuram. Mən Rusiyada olduqda ingilis dili biliyim çox aşağı idi. Demək olar, rus dili biliyim, üzr istəyirəm, çox aşağı idi. Demək olar ki, 0. Və aeroportdan endim, indi gəldim qohumların yanına. Müəyyən yerlərə gedirik, şəhərə, kommunikasiya mühiti və çalışıram ki, qaynayım, qarışım. Və mənim bildiyim 2-3 cümlə var idi. Birinci, privet, как dela və salam. Da ondan o tərəfə gedə bilmirdim. Və olub ki, bir rus vətəndaş gəlib, deyib ki, bəs privet, как dela, mən demişəm, добрый день, privet, как вы? O deyib ki, ya тоже, ya хорошо, və salam. Və orada qalmışam. O da biraz gözləyib gedib. Yəni, ondan sonra nə mən bir söz deyə bilmişəm, görüb ki, yəni ki, daha və salamda səs-səmir yoxdur. Amma bu özü imitation'ın bir hissəsidir. Yəni, imitate etmək, bildiyini istifadə etmək, maksimum eşitdiyini istifadə etmək, gördüyünü istifadə etmək dil öyrənmə prosesinin önəmli bir hissəsidir. Səhv etməkdən mütləq ki, qorxmayaq. Keçid alıram üçüncü bir digər vacib psixoloji amilə. Üçüncü digər vacib psixoloji amil. İndi görək bu sizlərdə varmı, yoxsa yoxdur? Yox deyə bilməmək bacarığı. Aramızda elə yoldaşlar varmış ki, yox deyə bilmir də. Bəzən görürsən ki, aha, bax, bir-iki əl o tərəfdən qalxdı ki, görürəm, bax, xüsusilə də dolça, tərəzi, ox atan bürcləri varsa, bilirəm ki, yox deməyi bacarmır adətən çox vaxt. Yox deyə bilməmək bacarığı əslində düşünə bilərsiniz ki, bu dil öyrənmə prosesinə nə qədər təsir edir? Əslində çox təsir edir. Yox deyə bilməmək bacarığı. Və birbaşa bu vaxtın idarə edilməsinin də qatı düşmənidir. Çünki gəlin nəzərə alaq ki, hamımız tələbəyik və hardasa işləyirik, doğrudurmu? Günün 8-9 saatı yol ilə birlikdə 10-11 saatı, bəlkə daha da çox gedir işə, düzdürmü? Və digər vaxt sərf olunur yuxuya. Orada bizdə gündə qalır bizə 2 saat, 3 saat maksimum. Və 2 saat, 3 saatda biz gələcək hər bir təklifə əgər yox deyə bilməsək, hər bir şey bura çağırdılar, getdik, filan dostumuz qonaqlığa çağırdı, getdik, filan ad günü, filan toy.
hər kəsə yox deyə bilməsək, əlbəttə ki, uğura nail olmaq çox çətindir. Yox deyə bilməyənlər kimlər idi? Biraz ürəklə əl qaldırsın görək. Jalə xanım, Səbirə xanım, Ayxan, Ramil, kifayət qədər var, Arzu xanım. Okey, yaxşı. Yox deyə bilməyənlərə belə bir neçə qısa cümlə demək istəyirəm ki, birbaşa şəxsən müraciət edirəm. Sən yox deyə bilmədikcə, nəinki sən, biz yox deyə bilmədikcə adiləşirik. Maksimum lazım gəldikdə yox deməyi bacara bilməlidir uğurlu insan və ya uğura nail olmaq istəyən insan. Çünki sən yox deyə bilmədikcə sərhədlər silinir, adiləşirsən. Sən yoxları saymadıqca bəzən yox deyə bilmədiklərində səni saymır. Mütləq ki, belə olur. Ümumiyyətlə, tarix göstərir ki, uğurlu insan obrazı yox deməyi bacara bilməlidir. Çünki hədəfə gedən həmin o yolda sən çoxlu dayan, dur səsləri eşidəcəksən, çoxlu təkliflər alacaqsan, qıraqdan çoxlu dəvətlər gələcək. Amma uğura gedən həmin o yolda biz yox deyə bilməyi bacarmalıyıq və maksimum hədəfimizə fokuslanmalıyıq. Bu da dil öyrənilməsində önəmli olan ən vacib üçüncü, belə deyək, psixoloji amil kimi bunu qeyd edə bilərik. Gəlin indi danışaq dil öyrənərkən etdiyimiz səhvlərdən. Dil öyrənərkən hansı səhvlər edirik və hansı səhvlər, belə deyək də, daha çox öncəliklidir ki, o səhvləri gərək biz etməyək. Aha. İlk öncə mən başlamaq istəyərdim hansı səhvdən? İlk öncə mütləqdir ki, baxın bunu bəlkə sizin hər hansı təklifləriniz var, buyurub deyə bilərsiniz. Dil öyrənilməsində ən vacib, ən böyük səhvlər hansılardır? Arzu xanım, hansılardır sizcə? Ən başda böyük hədəflər qoymaq. Aha, ən başda böyük hədəflər qoymaq. Okey, yaxşı. Səbirə xanım, Samirə xanım, yaxşı. Gəlin mən bir şey vurğulayım. Öz təxmini 10 illik peşəkar karyera təcrübəmdən mən bu qərara gəlirəm ki, dil öyrənilməsində edilən ən böyük 3 səhv hansıdır? Baxın, onu sizlərlə paylaşacağım. Birinci olaraq, mütləq şəkildə tələbənin ana dili bazasının yetərsiz olması. Tələbə gəlir, deyir ki, mən ingilis dilini B1, B2, nə bilim C1 səviyyədə öyrənmək istəyirəm, danışmaq istəyirəm, akademik ingilis dili. Və bildiyiniz kimi B2, C1 akademik ingilis dili də, yəni B2 IELTS-ın ən azı minimum 6 balıdır. Və səviyyələrə bəzən çox primitiv yanaşırlar və istəyirlər ki, mən o səviyyədə öyrənim, amma həmin tələbənin Azərbaycan dilisi o səviyyədə deyil. Yəni öz doğma dili hələ o səviyyədə deyil. Və ingilis dilini akademik səviyyədə öyrənmək təbii ki, həmin tələbə üçün çox, yəni böyük bir challenge-dır, belə desək. Misal üçün, məndə olub ki, ilk sınaq dərslərində mən tələbədən soruşuram ki, sən ingilis dilini niyə öyrənmək istəyirsən? Əlbəttə, cavablar müxtəlif gəlir. Müxtəlif cavablar alırıq. Bəzən tələbə düşünür ki, müəllim adi bir sualdır da, bir sualdır verir, bir cavablandırım və salam. Bəzən mən cavab eşidirəm ki, Səbirə xanım, tələbə deyir ki, müəllim, dili öyrənmək istəyirəm də, hər yerdə istəyirlər ingilis dilini. Mən də elə baxdım TikTokda, Instagramda, gördüm burada var, gəldim bura. Bu yəni çox primitiv bir cavabdır və belə deyim də, bu yəni o deməkdir ki, bu tələbə hələ Azərbaycan dilində biliyi hələ formalaşmayıb və artıq ingilis dilini öyrənmək istəyir. Akademik səviyyədən söhbət gedir təbii ki. Amma tələbə də var ki, cavab verir ki, yəni az öncə verilən cavabı yadınızda saxlayın. Yəni dili hər yerdə istəyirlər, hər yerdə, harda hər yerdə istəyirlər, hər yerdə istəmirlər. Bu belə deyil. Yəni bu tamamilə səhv qurulan bir cümlədir. Və tələbənin fikrini, məqsədini də aydın şəkildə qarşı tərəfə nəql etdirmir. Cavab belə ola bilərdi ki, misal üçün ki, belə cavablar da alırıq. Müəllim, mən ingilis dili, xarici dil bacarıqlarımı inkişaf elətdirmək istəyirəm. Çünki düşünürəm ki, bu mənim karyera perspektivlərimə, gələcək həyatda uğurlu olmağıma son dərəcə güclü təsir göstərəcək. Aha, artıq baxırsan ki, bu tələbə doğrudan da ingilis dilini B2 səviyyədə öyrənə bilər. Doğrudurmu Ramil? Çünki artıq onda o akademik ana dili formalaşıb.
Artıq o ana dilində fikri strukturlaşdırmağa, doğru cümlələr qurmağa, doğru leksikaya sahibdir və sözlərə hakimdir, sözləri doğru yerdə, doğru konseptlərdə istifadə edə bilir. Bu çox önəmli amildir. Baxın, birinci dedik ki, ən böyük yanlış öz ana dilimiz, bəli, mənim də yadımdan çıxırdı. İkinci ən böyük yanlış konsept səhvi. Aha, konsept səhvi nədir? Konsept səhvi bəzən çox təsəvvür etmədiyimiz dərəcədə böyük problemlərə yol açır. Böyük problemlərlə bizi qarşı-qarşıya qoyur. Məsələn, qısa danışım bunu, çox yorucu olmasın. Konsept səhvi odur ki, bildiyiniz kimi bizim dildə hansısa konseptə, hansısa sözü düzgün qoymadıqda başqa məna başa düşülə bilir. Doğrudurmu? İngilis dili də çox zəngin dil olduğu üçün bu ingilis dilində də belədir. Və ingilis dilində belə nüanslar daha çox nəzərə çarpır. Mən bir hekayə ilə bu məsələni, belə deyim də, vurğulamaq istəyərdim. Hansı bir hekayə ilə? Mən xatırlayıram ki, hardasa 4-5 il əvvəl bir tələbəmiz var idi. Vüqar adında tələbəmiz. Və Vüqar başlayır ingilis dilini öyrənməyə, çox yaxşı, çox gözəl və Vüqarın 2 ay sonra şirkətində almanlarla görüşü var. Və almanlar da bilirsiniz ki, daha dəqiq olur da, yəni istənilən məsələlərdə daha dəqiq olur, səhvləri, kiçik nüansları rahatlıqla keçmir. Və Vüqar deyir ki, müəllim, məni daha çox o müsahibə üçün hazırlayın. Xarici əməkdaşlarla mənim işgüzar danışıqlarım olacaq. Bu mənim üçün son dərəcə vacibdir. Vüqar davamlı şəkildə praktis edir, davamlı şəkildə dil istifadə edir. Danışığı özünü kifayət qədər aydın ifadə edə biləcək səviyyədədir. Amma və lakin konsept səhvlərindən əlbəttə ki, qorunmaq hər daim mümkün deyil. Və həmin gün gəlir çatır, alman əməkdaşlar gəlir şirkətə, Vüqarla tanış olur, Vüqar onları aparır, müəssisələri göstərir, şirkətlə tanış eləyir və Vüqarın orada istifadə elədiyi kobud səhv nədir? Vüqar, deməli, şirkətə daxil olduqda stafı, heyəti tanış eləyir almanlarla və ilk öncə bir xanım gəlir, o da xanımı göstərərkən bildirmək istəyir ki, xanım mənim dostumdur. Yəni tanıyıram, bizim şirkətdə mənim dostumdur. Aha, xanım dostum necə deyəcəyik? Yerdən bilən varsa əl qaldırsın desin. Öncəki seminarlarda iştirak edən varsa ondan soruşmuram. Və ya bu mənim bəy dostumdur. Mənim xanım dostumdur. Necə deyəcəyik Fatimə xanım? Aha, bir cavab versiyası, ürəkli olun. Aha. Yanlış olur o. Şahilə xanım. Sibel xanım. Bir cavab versiyası da mənim xanım dostumdur. Qız dostumdur. Girlfriend. Aha, bəli, ən məşhur girlfriend. Bəli, bu girlfrienddə həmin o vüqarı uçuruma aparan sözlərdən biridir. Çünki girlfriend sevgili mənasına gəlir. Və Vüqar da göstərir ki, she is my girlfriend. Əlbəttə ki, alman əməkdaş bunu normal qarşılayır. Yəni, birinci xanımı göstərdikdə. Daha sonra digər xanım əməkdaşları göstərir. Deyir, they are also my girlfriends. Və alman əməkdaş bir şoka düşür ki, bu, how is it possible? Bu necə mümkündür ümumiyyətlə? Yəni ki, okay. Yəni, mütləq ki, konsept səhvindən qorunmalıyıq. Amma xanım dostu kimsə soruşmur. Amma mən yenə də deyim, olacaq female friend. Female, bəli. Əgər bəy dostu deyiriksə, male friend, xanım dostu deyiriksə, mütləq ki, female friends olacaq. İkinci amili vurğuladıq, keçirik üçüncü amil. Daha doğrusu, dil öyrənilməsində ən böyük edilən səhvlərdən üçüncüsü. Mən çox detaylı səhvlərə enmək istəmirəm. Əlbəttə ki, dil öyrənməsində çoxlu detaylı səhvlər var. Mən daha çox ən vacib və ən prioritet mövzumuz ola biləcək məsələlərə toxunmaq istəyirəm. Üçüncü olaraq mən bildirmək istəyirəm davamlılığın olmaması. Yəni, bu ən böyük problemlərdən biridir. Günümüzdə tələbələrdə ən böyük problemlərdən biri davamlılığın olmaması. Davamlılığı qoruya bilməmək. Çünki, baxın, bizdə elə burada tələbə varmı ki, elə iştirakçı varmı ki, misal üçün də getsin məşqə
2 ay getsin, 1 ay getməsin. Dil kursuna 1 ay getsin, 1 ay getməsin. Kimlər gedibsə, elə yarıda qoyubsa əlini qaldırsın, zəhmət olmasa. Əlini biraz belə ürəklə qaldırsın. Aha. Yəni digərləri heç biri buraxmayıb. Leyla xanım, Hüseyn, aha, Sibel xanım, daha. Mən belə elədiksə bir ürəklərinlər qaldırırlar. Aha, yaxşı. Biz davamlılığı, yoldaşlar, gəlin etiraf edək ki, bir çox məqamlarda davamlılığı pozuruq. Amma yarıda qoymaq ən böyük problemlərdən biridir. Və son zamanlarda tələbələrdə belə bir fikir formalaşıb ki, dili mən öyrənəcəm nə qədər vaxtda? 1 ay, 2 ay, 3 ay, maksimum 4-5 aya. Amma xeyr, bu belə deyil. Bəzən olur ki, bəli, kurslar, dil mərkəzləri bir-biri ilə rəqabətə girir. Biri paylaşır 6 aya öyrənirsən, biri paylaşır 5 aya, biri görür ki, mən ümumiyyətlə paylaşım 40 günə. Və bu da tələbələrdə marketinq strategiyaları bu müddəti bir növ azaltmağa, belə deyək də, vadar edir. Amma dili yaxşı səviyyədə öyrənmək üçün ən azı 1 il biz davamlılığı qoruya bilməliyik. 1 il, mütləq şəkildə. Yəni 3 aya elə bir tələbə ola bilməz ki, mən 3 aya dili çox yaxşı səviyyədə öyrəndim. Təbii ki, ola bilər necə? Bazası çox yaxşı olan, intensiv dərslər götürən, dayanmadan, durmadan çalışan istisna hallarda bu ola bilər. Amma ən azından 1 il davamlılığı təmin etmək lazımdır. Amma biz çox vaxt nə edirik? Biz çox vaxt Sakit müəllimin bir sözü var ki, dərsə başlayırıq, yarıda qoyuruq. Çox vaxt yoldaşlıq eləyirik, yarıda qoyuruq. Dil öyrənirik, yarıda qoyuruq. Sevirik, yarıda qoyuruq. Bu yarıda qoymaq bəzən görsən ki, bütün problemlərə gətirib çıxarır. Keçid alırıq dil öyrənmədə ən önəmli texnikalara. Ən önəmli texnikalar. Daha əvvəlki dərslərdə iştirak edən varsa və ya seminarlarda onlar yerindən deyə bilər. Dil öyrənilməsində ən önəmli olan texnika hansıdır? Shadowing. Aha, shadowing, aha, yaxın cavabdır. Dinləmə, başqa? Yaxşı, baxın, sizə belə bir sual verim. İndi seminarlarda iştirak edən, əvvəlki seminarlarda iştirak edən cavab verməyə bilər. Baxın, sizcə dil öyrənmənin ən yaxşı yolu nədir? Aha. Necə? Misal üçün, baxın, adınız necə oldu sizin? Aha, Suğra xanım. Suğra xanım, bir rəfiqəniz yaxınlaşır sizə. Sizdən soruşur ki, mən dili necə öyrənim? Mənim pulum var, vaxtım var, bütün imkanlarım, resurslarım var. Dili ən yaxşı formada necə öyrənə bilərəm? Siz ona nə məsləhət görərsiniz? Aha, bəli, baxın, çox gözəl cavab. Bəli, bax, Suğra xanımın xüsusi hədiyyəsi olacaq. Verdiyi cəsarətli və doğru cavabdan ötürü. Xarici ölkədə yaşamaq. Aha, cavabı kopyaladın. Okey, Səbrə xanımdan. Yaxşı. Onda hədiyyədən məhrum edildiniz. Təəssüflər olsun ki. Dil öyrənilməsinin ən güclü yollarından biri əlbəttə ki, həmin ölkədə yaşamaq. Amma həmin ölkədə yaşayan vətəndaşlarımızdan biz soruşduqda ki, sən dili necə öyrəndin? Sən dildə necə danışmağa başladın? Kimsə bizə deyir ki, mən yavaş-yavaş danışdım, öyrəşdim. Kimsə bizə deyir ki, mən məcbur qaldım. Nə bilim, dilim açılışdı. Amma əlbəttə ki, belə şeylər olmur. Dil açılışmır və digər bir çox deyilən şeylər olmur. Beynəlxalq dilçilikdə bunun adı adlanır imitation. Imitation practice. Imitation practice nədir? Biz eşidirik və eşitdiyimizi speakingdə tətbiq edirik. Və yaxud biz dinləyirik və dinlədiyimizi, gördüyümüzü davamlı olaraq tətbiq edirik. Aha, həmçinin Leyla xanımın vurğuladığı shadowing texnikası da, yəni bir növ imitationla hardasa eynidir. Və imitation texnikası özündə əlbəttə shadowing, spaced repetition, özündə çoxlu, belə deyək də, digər amilləri də özündə ehtiva edir. Məsələn, spaced repetition. Sırf kimin ki yaddaş problemi var, bu onun üçün çox önəmlidir. Kim ki deyir ki, mənim yadımda qalmır. Bu mənim yadımda qalmır, mənim yadımdan çıxır, nə bilim, fikrim başqa yerdə olur. Onun üçün çox önəmli bir texnikadır spaced repetition. Spaced repetitionda əlbəttə ki, fərqli kontekstlər var, amma mütləq şəkildə ki, biz 3 gündən bir həftədən bir, proqramlı şəkildə öyrəndiklərimizi təkrar etməliyik.
Əgər yox, təkrar yoxdursa, əlbəttə ki, öyrəndiklərimiz vaxtaşırı yadımızdan çıxa bilər. Okay, keçdik dil öyrənmədə ikinci ən önəmli texnikalardan birinə. Paraphrase. Kim mənə deyər paraphrase nədir? IELTS tələbələri və daha əvvəlki seminar iştirakçıları deməsin, zəhmət olmasa. Paraphrase nə deməkdir paraphrase Mehdi? Sözlər dəyişmək. Aha, necə dəyişmək sözləri? Başqa sözlər var. Bəli. Paraphrase skills mütləq ki, bizdə önəmlidir dil öyrənmədə. Vacib bir texnikadır. Və nəyə xidmət edir? Fikrimizin qarşı tərəfə bir yolla yox, müxtəlif yollarla, müxtəlif sözlərlə, müxtəlif konseptlərdə çatdırılmasına xidmət edir. Paraphrase texnikası. Yəni biz hansısa fikri bu şəkildə deyə bilmiriksə, onu dəyişib başqa bir yolla deyə bilirik. Misal üçün, mən xatırlayıram ki, mən ilk ərəfələrdə tədris etdiyim zaman ingilis dilini tələbə soruşur ki, müəllim, örüş nədir? Aha. Sizdən bilən var, örüş nədir ingilis dilində? Yəqin örüş sözünü hələ Azərbaycanca bilməyənlər var. İndi qaldı ki, ingiliscə. İndi müəllim də ingilis dili müəllimi olsa da, yəni örüş sözünü mütləq ki, bilməlidir deyə bir şey yoxdur. Örüş, belə deyim də, heyvanların otladığı sahəyə deyilir. Azərbaycan dilində tərcüməsi beləymiş. Mən də sonradan öyrənmişəm. Bir tələbə anidən dərsdə soruşur ki, mənim örüş nədir? Mən deyirəm, örüşü, neyinirsən sən? Mən də bilmirəm. Aha. Amma müəllim bilməsə də, onu paraphrase edə bilir. Müəllim, tərcüməçi. Ona görə tərcüməçilər istənilən fikirləri, istənilən gələn fikirləri qarşı tərəfə daha rahatlıqla çatdıra bilir. Çünki paraphrase skills artıq inkişaf edir. Xaricdə yaşayan həmyerlilərimiz, bir çox vətəndaşlarda da paraphrase skills yaxşı inkişaf etdiyinə görə görürsən, misal üçün, rus dilini, qrammatikasını bilmir, söz öyrənmir, amma fikirlərini qarşı tərəfə yaxşı şəkildə çatdıra bilir. Çünki paraphrase bacarıqlarının hesabına. Yəni, biz də dil öyrəndikdə bizim mərkəzdə və ya başqa mərkəzdə fərq yoxdur. Mütləq ki, sizə imitation öyrədilsin, paraphrase skills artırılsın sizdə. Bunlar önəmlidir dil öyrənməkdə. Yoxsa dil öyrənmək sadəcə sözlər əzbərləmək, sadəcə dinləmələr, praktis etmək bunlardan ibarət deyil. Üçüncü ən böyük, belə deyək də, üçüncü dil öyrənməsində ən vacib texnikalardan biri. Bunu belə yazaq. Practice every day. Bu hamıya əslində tanış olan bir texnikadır. Hər gün practice etmək. Yaxşı, bəs sual oluna bilər ki, biz hər gün necə danışıq practice eləyək? Və hər gün necə danışaq? Çoxları buna cavab verir ki, müəllim, biz də bilirik də hər gün danışmaq lazımdır. Amma elə adam yoxdur. Bu ən belə, yəni, optimal bəhanə ki, elə adam yoxdur ki, danışaq. Yəni, müəllim də ona nə desin? Desin ki, get İngiltərəyə, ya artıq yəni, müəllimə də söz qalmır orada. Amma beynəlxalq dilçilik isə bizə deyir ki, dil öyrənilməsində ilkin etaplarda dialoqdan daha çox topic discussionlar dili inkişaf elətdirir. Yəni ki, kimlənsə danışmaq ilk etaplarda dili tutaq ki, 30-40% inkişaf elətdirirsə, amma topic discussionlar 60% inkişaf elətdirə bilir. Bu, yəni, çox önəmli, vacib amildir. Məsələn, diqqət etsəz, ADA Universitetində, Bakı Ali Neft Məktəbində, yəni oranın tələbələri ingilis dilində daha səlis danışan tələbələrdir, Azərbaycanda digər tələbə qrupları içərisində. Amma orada daha çox texnika, metodika nədir? Daha çox prezentasiyalar hazırlayırlar tələbələr və onları təqdim edirlər, onları müzakirə edirlər və bir növ sırf dialoq və kommunikasiya üzərindən yox, dil bu cür öyrənilir. Yəni bir növ topic discussionla öyrənilir. Və kursa gəldikdə də hər bir tələbə, gəlin nəzərə alaq ki, həftədə 168 saat varsa, bir kursda 2-3 dəfə dərsə gələn tələbə maksimum 1 saat speaking practice eləyə bilər. Düzdürmü, Şəfə xanım? 1 saatda ümumi 168 saatın heç 1% eləmir. Elədir Röya. Misal üçün, bizim dərslərimiz 2-4-cü gün, digər yoldaşlar da var orada və əlbəttə ki, hamı speaking practice etdikdə bizə orada maksimum qalır 20 dəqiqə. Düzdürmü? 20 dəqiqəni də 2 dəfəyə vuranda heç 168 saatın 1% eləmir. Aha. Bu o demək deyil ki, biz bu yolla ingiliscə öyrənə bilmərik.
Bu sadəcə o deməkdir ki, əgər dili istəyirsinizsə, ingiliscə möhtəşəm bir inkişaf getsin sizdə. Lap dərslərə qoşulmadan, mütləq şəkildə topic discussion eləyə biləcəyiniz bir vəsait götürürsünüz. Bizdə də var, digər yerlərdə də var. Topic discussion eləyə, yəni sizi müzakirəyə cəlb eləyə bilən. Və hər gün özünüzlə ən azı 15-20 dəqiqə danışırsınız. Əgər bu hər gün, yəni ən azı həftənin 5-6 günü özümüzlə səhv, doğru fərq etmədən 15-20 dəqiqə müxtəlif mövzuları danışsaq, çox daha böyük inkişaf görəcəyik. Kimin nəsə sualı varsa versin, buyursun. Hamı da fikirləşir ki, biraz tez getsəydik, bazar gününü daha maraqlı keçirə bilərdik. Okey, yoldaşlar, hamınıza bir daha təşəkkür edirəm. Bugün dəyərli həftə sonunuzdan vaxt ayırıb təhsilinizə, özünüzə əlavə dəyər qatdığınız üçün hamınıza minnətdaram. Bu günlük mənim sizinlə danışacaqlarım, sizə deyəcəklərim bu qədər idi. Çox yorucu olmaq istəmirəm. İnşallah ki, dərslərdə və növbəti seminarlarda görüşmək üzrə hələlik.